Laktoztaz və mastit zamanı nə etmək olmaz? Ən vacibi, xəstə döşlə əmizdirməyi məhdudlaşdırmaq və ya dayandırmaq olmaz. Süd axarı yaxşı boşalmalıdır. İkincisi, ərinizin köməyinə müraciət etməyin. Onun ağzı steril deyil və bu infeksiyon mastitə səbəb ola bilər. Üçüncüsü, düyünləri sındırmaq, kobud masaj etmək olmaz, baxmayaraq ki, analar bunu çox sevirlər. Dördüncüsü, istənilən istiliyə, yəni durğunluq olan nahiyəyə tətbiq etmək olmaz. Bu, isti duş və ya kompres ola bilər. İnternetdə əks tövsiyələr çox olsa da. İstmək olar, amma yalnız ilk 2 saat ərzində və yalnız hərarət yoxdursa. Hər halda, ən yaxşısı dərhal ana südü ilə qidalanma üzrə məsləhətçiyə müraciət etməkdir. Sizə düzgün məsləhətlər veriləcək və südün çıxarılmasına kömək olunacaq. Əgər ehtiyac olarsa, məsləhətçi sizi mamoloqa yönləndirəcək. Mamoloq sizə südün çıxarılmasında kömək edəcək, USM edəcək, lazım gələrsə dərman yazacaq və punksiya edəcək. Unutmayın, laktoztaz ana südü ilə qidalandırmanın istənilən mərhələsində və hətta birinci uşaqda olmaya da bilər.